Salam dəyərli izləyicilər. Kanal 55-ə xoş gəlmisiniz. Sizi maraqlı və aktual xəbərlərlə daim yeniləməkdən qürur duyurum. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Pensiyaların artımı ilə bağlı ən son yeniliklərdən xəbərdar olmaq üçün videonu bəyənin və mütləq axıra qədər izləyin ki, bütün artımlar haqqında dolğun məlumat alasınız. 2026-cı ilin yanvar ayında pensiya alan vətəndaşların bütün pensiya artımları bu aydan hesablanıb. Lakin pensiyaların həm indeksləşdirilməsi, həm də artımların hesablanması Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin orta aylıq əmək haqqı artım faizinin elan olunmasından sonra mümkün olacaq. Bu sözləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, əmək pensiyaları haqqında qanuna əsasən, pensiyalar əvvəlki ilin orta aylıq əmək haqqı artım faizi üzrə indeksləşdirilir və artırılır. Bu baxımdan 2025-ci ilin ilk 11 ayının yekunlarına əsasən, orta aylıq əmək haqqı 9,3% artıb. Gözlənti ondan ibarətdir ki, ilin yekununda 9,2% orta aylıq əmək haqqı artımı qeydə alınacaq. Pensiyalar da həmin faiz üzrə indeksləşdiriləcək. Dövlət Statistika Komitəsi rəqəmləri elan etdikdən sonra, Cənab Prezident tərəfindən pensiyaların indeksləşdirilməsi ilə bağlı sənəd imzalanır və beləliklə pensiyalar və pensiya kapitalı artırılır. Yanvar ayında pensiyasını ala bilməyən vətəndaşlarımız üçün artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Məsələn, pensiya məbləği 500 manat olan vətəndaşın pensiyasına 9,2% artım tətbiq olunduqda, artım 46 manat təşkil edəcək. Beləliklə, fevral ayında həmin vətəndaş 546 manat pensiya alacaq. Mart ayından etibarən isə pensiya 546 manat məbləğində ödənilməyə davam edəcək. Qeyd edirik ki, yanvar ayının artımlarının fevral ayında ödənilməsi, artımların yanvar ayına şamil olunmaması demək deyil. Artımlar yanvar ayından etibarən hesablanıb və yalnız ödənişi fevral ayında həyata keçirilir. Məncə, bu mexanizm ümumilikdə pensiyaçıların sosial rifahının qorunmasına yönəlib və məntiqlidir. Pensiyaların orta aylıq əmək haqqının artım tempinə uyğun indeksləşdirilməsi, pensiya məbləğinin real dəyərinin inflyasiya və həyat bahalaşması fonunda azalmasının qarşısını qismən də olsa alır. Xüsusilə son illərdə qiymət artımlarını nəzərə alsaq, 9%-dən çox artım pensiya alanlar üçün müəyyən rahatlıq yarada bilər. Eyni zamanda, artımların yanvar ayından hesablanmasına baxmayaraq, faktiki ödənişin fevralda edilməsi bəzi vətəndaşlarda narahatlıq yaratsa da, əsas olan odur ki, heç bir itki olmur və geriyə dönük hesablanma aparılır. Bununla belə, düşünürəm ki, gələcəkdə bu proses daha çevik mexanizmlə həyata keçirilsə, pensiyaçıların gözləntiləri və gündəlik xərcləri ilə daha uyğun ola bilər. Pensiya artımlarının əmək haqqı artımına bağlanması müsbət addımdır, amma bu, hər zaman pensiyaçıların real ehtiyaclarını tam əks etdirmir. Çünki orta aylıq əmək haqqı artsa belə, bazarda ərzaq, dərman və kommunal xərclərin artım tempi bəzən bundan daha yüksək olur. Bu baxımdan, təkcə statistik artım deyil, pensiyaçıların gündəlik xərcləri də nəzərə alınmalıdır. Digər tərəfdən, artımların məbləğinə baxdıqda, məsələn 500 manat pensiya alan bir şəxs üçün 40-50 manatlıq artım müəyyən rahatlıq yaratsa da, bu uzun müddətli dövrdə kifayət etmir. Xüsusilə minimum pensiya alan və ya əlavə gəliri olmayan yaşlı insanlar üçün bu artımlar daha həssas məsələdir. Düşünürəm ki, gələcək illərdə indeksləşmə ilə yanaşı, sosial yönümlü əlavə artımların tətbiqi də vacibdir ki, pensiya real həyat səviyyəsinə daha uyğun olsun.